Salam əziz dostlar, maşın sevərlər. Bugün M112 motorun sveçalarını açırıq və bunu mən çəkib sizlə paylaşmaq istədim ki, kimsə özü evdə açmaq istəsə, rahatçılıqla açıb dəyişə bilər. Demək, ilk öncə bobinləri ayırmazdan əvvəl 11 açarla biz buradan massanı ayırırıq. Sonra bizə lazım olan T30 nömrəli alyan açardır. Bobinin blokdan sökmək üçün və 17 açar lazım olacaq bizə. Salıb buradan pravadaları belə çıxartmaq üçün və əsas məsələdən biri 16 nömrəli açar, kristalin açar və bir dənə də trişot. Və sökdükcə də sizə göstərəcəyim ki, sveçaları necə sökmək lazımdır, necə yoxlamaq lazımdır və bizim bir qurğumuz vardı sveçaları yoxlamaq üçün. Onu da necə evdə özünüz düzəldə bilərsiniz, onu da göstərəcəyim. Əziz dostlar, indi isə sveçalarımızı açmağa başlayaq. Kristalin açar mütləqdir. Qalanını əlimizlə davam edək. Çünki boşaltdıqdan sonra artıq açarlar biraz çətin işləmək olur. Deməli dostlar, hər kim ki M112-nin sveçalarını sökür, deməli o motorla daha yaxından tanış olacaq. Çünki 12 dənə sveçadır. Sök qutarmır. Motorun hər tərəfini görürsən, tanış olursan. Amma yenə də M112 gözəl motordur və burasını. Deməli dostlar, sveçaları yoxlamağın bir çox yolu var. Mən hal-hazırda belə bir yol seçdim. Demək, Pitiminutkanın alışdırıcısıdır. Bunun içindən şnurların ikisini burada maqnitlərə qoşmuşam. Burada bir knopka qoymuşam. Məsələn, sveçanı buraya yerləşdirib bunun işləyib işləməməyini yoxlaya bilərik. Söndürürəm. Eyni ilə bu aparatla pravadalarda yoxlaya bilərik. Vururuq bunu bura və digər uzundakı boşluğu bura qoşub
provadalarımızda belə yoxlaya bilərik. Və spesaların yoxlanmasının digər yolu isə belə balaca bir led lampanı götürüb bunu yoxlamaq olar. Bu işləmir. Bu işləyir. Deməli, işimizi qurtardıqdan sonra sveçaları yerinə bağlamaq üçün öncə əlimizlə sveçaları yerinə yerləşdirməliyik. Ondan sonra açarla bağlamaq lazım. Çünki burada açarın işləməyi biraz çətindir. Və bobini də bağlamamışdan öncə B provadasını taxırıq yerinə, sonra bobini bağlayacağıq. Və dostlar, işimizi bitirdik. Artıq maşını işə salmağın zamanıdır. Yəni dostlar, əgər bu video sizin işinizə yaradısa, bəyənməyi də unutmayın.